İllərlə sadə vətəndaşları, şirkətləri, hətta bankları aldatdılar. Tanınmış reklamların adından saxta məhsullar, saxta göndərişlərdən tutmuş adam oğurluğuna qədər cinayət əməlləri törətdilər. Erməni cinayət aləminin qaranlıq siması bu dəfə ABŞ-də üzə çıxdı. Onları zərərsizləşdirmək üçün Kaliforniya və Florida hüquq mühafizə orqanları hərəkətə keçiblər. Əməliyyata isə hər iki ştatda eyni vaxtda səhər saatlarında başlanılıb. Nəticədə erməni mütəşəkkil cinayətkar qruplaşmasının üzvləri və onlarla əlaqəli ümumilikdə 13 nəfər saxlanılıb. Həmçinin $100.000 nağd pul, 3 zirehli nəqliyyat vasitəsi və 14 odlu silah ələ keçirilib. Tutulanların içində Ara Artuni və Robert Amiryan adlı iki qruplaşma lideri də var. Onlar arasında 2022-ci ildən bəri Los Angeles ətrafında ərazi nəzarəti uğrunda mübarizə gedib. Bu münaqişə zəminində isə dəfələrlə adam öldürməyə cəhd və insan oğurluğu kimi hadisələr baş verib. Hüquq mühafizə orqanlarının məlumatına görə cinayətkar şəbəkə Armenian Organized Crime adı ilə tanınır. Onlar Rusiya mafiyası ilə əlaqəlidirlər. Maliyyə fırıldaqları, adam oğurluğu və silahlı hücum, həmçinin Amazon kimi şirkətlərin göndəriş müqavilələrini saxtalaşdırmaqda ittiham olunurlar. Təkcə onlayn pərakəndə satış şirkətlərindən ümumilikdə $83 milyon dəyərində mal oğurlayıblar. Qeyd edək ki, bu ABŞ-də erməni mafiyasına qarşı son illərdə həyata keçirilən ən əhəmiyyətli əməliyyat hesab edilir. Onun transmilli cinayətkar şəbəkələrin fəaliyyətinə ciddi zərbə vurduğu bildirilir.